Şuur altında caduya və lənətə açıq kodlar var. Hər bir insan nə qədər buna inanmıram desə də, onun şuur altı və DNT sistemində bu kod olduğu üçün o avtomatik orada yerləşir. Bəzilərində bu lənət adlanır, bəzilərində cadu, magiya və s. Amma hamısı əslində eyni şeydən bəhs edir. Qorumaya aldıqsa, sənə biri cadu elədirsə, avtomatik onun özünə qayıdır o. Onsuz da özünə qayıdır da o. Özünə o karmik olaraq qayıdır. O belə deyim də, cəhənnəmə vizası var onun. O %100. Baxırsan bir nəsildə hamı evlənir və boşanır. Elə Və ya var. faciəvi ölümlər olur. Burada nəsil karması deyilir. Yəni lənətlənmiş bir nəsildə bu. Gücü pozitiv yöndə də istifadə etmək olar, negativ yöndə də. Faktiki olaraq iradəsinə qarşı gedirdim. İzin alınmadan azad iradəyə girdisə karma yaradır. Bir insanın düşüncəsini dəyişdirənmədən, yəni ruh halını dəyişdirmə, ona nə qədər psixotrop dərman verir, heç bir xeyri yoxdur. Çünki bu kimyəvi maddə ruha toxuna bilməz ki, ruh maddə deyil, enerjidir.